Deməli uşaqlar, faizə aid olan məsələlərdən biz hissə-hissə videoları çəkirik. Hamısını arda-arda çəkmişik. İndi də arda-arda davam edirik. 21-dən sonrakıları. 20 yazan onsuz da yerləşdirmişəm YouTube-a. 21-də bizə bir dairəvi diaqram verilib. Sedanın payına düşüb 52%. Sedanın payına düşüb 52%. SUV tiplilərin faizi 18%. Van tiplilər 18%. Trak tiplilər 12%. Və deyirlər ki, bu maşın satılır və sedan tiplilər qalan bütün maşınlardan 40 ədəd çoxdur. Sedan tipli bütün məhsulların 52%-dir. Və bu 52% qalan məhsul olur bunun 48%. 52% sedansa yerdə qalanı digəridir. Bunlardan 40 ədəd çoxdur şərtə görə. Tənliyimizi qurduq. Buradan x-i tapaq və bütün maşınların sayını tapacaq. X vur 52 bölü 100-dən x vur 48 bölü 100-ü çıxanda qalır x vur 4 bölü 100. Bərabərdir 40-a. Bu ilə bu ixtisar gedir. Burada olur 25. X bərabərdir 40 vur 25. 1000. 1000 dənə nəyimiz var? Maşınımız var. İndi bizə soruşurlar ki, trak tipli neçə dənə maşın var? Trak tipli neçə dənə idi? 12% idi. 1000-in nəyini tapdıq? 12%-ni. Elədi 120. Məsələ bitmişdir. Məsələn, 22-də də eyni diaqramdır. Səliqəsiz çəksək də. Sedanı veriblər orada 53%. SUV tip 18%. Van 16%. Trak tipli 13%. Trak tiplilər 13%. İndi nə istəyirlər? Deyirlər ki, sedanlar digərlərindən 60 ədəd çoxdur. Sedan bütün məhsulun 53%-idir və o digərlərindən, yəni 47%-dən 60 ədəd çoxdur. Bunu bura atırıq. 53-dən 47-sini çıxırıq. 6. 6 ilə 60 ixtisar gedir, burada qalır 10. Vururuq 100-ə, eləyir nə? Yenə də 1000 maşın. Bizdən nələr istəyir? SUV tiplilər. SUV tiplilər neçə faizdir? 18. 1000-in 18%-ni tapırıq. Eləyir 180. Razıyıqsa, davam elədik. 23. Eyni məhsuldarlıqla işləyən 40 kombayn tarlanı 10 günə bitirir. 40 kombayn 10 günə tarlanı şumlayır, qutarır. Yəni şumlayır ya məhsulu yığır, nə isə edir. A. Kombaynların sayını 25% artırdıq. Uşaqlar, kombaynların sayını 25% artırmaq nə deməkdir? Birinci 40-ın 25%-ni tapaq. Eləyir 10. 10 dənə artırdısa kombaynların sayını elədik 50 kombayn. Və soruşurlar ki, neçə günə iş bitər? Bilmirəm. Ancaq bilirəm ki, kombaynların sayı artanda vaxt nə etməlidir? Azalmalıdır. Daha tez görülməlidir iş. Bu səbəbdən də bunlar tərs mütənasib kəmiyyətlərdir. Və demişdik ki, tərs mütənasib kəmiyyətlərə aid məsələləri həll edəndə biz onlara tənasüb qurmuruq. Nə edirik? Elə qarşı-qarşıya vurub bərabər götürürük. 40 vur 10 nəyə bərabərdir? 50 vur x-a. Tərs mütənasib olduqlarına görə. 50x eləyir neçə? 400-də 50-yə böldük 8. Təkrarlayayım ki, başa düşmürüksə də ayıb bir şey yoxdur. Deyin, izah edeyim. 24. 30 traktor 13 günə bitirir tarlanı. 13 gün. Deyirlər ki, traktorunun sayını 30% artırdıq. 30'un 30%'i 9 eləyir. 9 traktor artırdıqsa oldu 39 traktor.
Soruşur neçə günə bilmirəm. Tərs mütənasib kəmiyyətlərə aid olan məsələlərdir. Birbaşa hasillər eynidir. 30 vur 13, 39 vur nəyə bərabərdir? X-a. 39x nəyə bərabərdir buradan? Vurduq bir-birinə. 390'a. X nəyə bərabərdir? Razı mı? Keçdik. Növbəti. 25. Malın qiyməti 40% azaltdıqdan sonra yeni qiyməti 20% azaltdılar. İlkin qiymət neçə faiz azalıb? 2 dəfə faiz işlənəndə biz qalan faiz düsturundan istifadə edirdik. O düstur bu formadadır. 100 plus minus P1, 100 plus minus P2 bölü 100. Qalan faizi belə tapırlar. Artımdırsa üstə gəlirsən, azalmadırsa çıxırsan. Məhsulun qiyməti birinci 40% azaltdıq. Oldu nə? 100 çıx 40. Qalan faiz. Vur. Sonra 25%də azaltdıq. Artırma olsaydı plus 25 yazırıq. Azaltmadırsa nə yazırıq? Çıx 25 böl 100. 60 vur 75 böl 100. Buyla bu ixtisar getdi 4, 3. Buyla bu ixtisar getdi. Qaldı 45%. 45% qalıb. Bizdən soruşurlar ki, neçə faiz azalıb? Əvvəl 100% idi. İndi neçə faizdir? 45%. Deməli azalma var. Nə qədər azalma var? 55% azalma var. Vəssalam. Keçdik 26'ya. Deyir ki, 480 ədədini elə 2 hissəyə bölün ki, birinin 40%, ikincinin 24%-nə bərabər olur. 2 hissəyə böləcəyik. Uşaqlar, 480 ədədini 2 hissəyə bölürüksə, bunun birinin 2 hissəyə bölmüşəm, x-ə və y-ə. Və şərtə görə bu birinin 40%-i o birinin 24%-nə bərabər olmalıdır. Hər ikisində yüzlər var, neynədir? İxtisar getdi. Hər ikisi 8'ə bölünür. Burada qalır x vur 5, burada qalır nə? Y vur 3. Bunları elə bir ədədə bərabər götürürəm ki, 5'ə də 3'ə də bölünsün. Bu ədəd 15K'dır. Onda x nəyə bərabər olur? 3K'ya. 15K'nı 5'ə bölürəm, 3K. Y olur 15K'nı 3'ə bölürəm, 5K. İndi məqsəd nədən ibarət? Biz 480 ədədini deməli 2 yerə bölmüşdük. Y və x-a. Biri 5K'dır, biri 3K'dır. Yəni, buranı silim. Yerli dillə bütün lövhəni siləcək, bu heç. Həmin bu 3K ilə 5K deməli birlikdə neçə eləməlidir? 480. 8K 480-dirsə K 60'dır. K 60'dırsa x neçə K idi? 3K 180. Y-də 5K idi. 300. Deməli 480'i 2 yerə böldük. 180 ilə 300'ə. İndi bizdən nə istəyir orada? Kiçik ədəd tap. Kiçik 180'dir. Böyüyü soruşsaydı 300 idi. Ümid eləyə aydındır. Bu tərəfi sildik. Keçdi 27'yə. Yəni görürsünüzsə elə çətin suallar deyil. 27'də də deyir ki, 780 ədədini 2 hissəyə böl, elə böl ki, bu x-ə və y-ə elə böl ki, birinin 80%-i o birinin 24%-nə bərabər olsun. İkisini də 100'ə getdi bu heç. İkisi də 8'ə bölünür. Burada qalır x vur 10. Burada qalır y vur 3. Bunları bərabər götürürük 30 K'ya. 30 K'ya ona görə bərabər götürürəm ki, bölünsün. 30 K'nı 10'a bölürəm. 3K. 30 K'nı 3'ə bölürəm. 10K. Bunun biri oldu 3K, biri oldu nə? 10K. Həmin bu 3K ilə 10K ikisi birlikdə verməlidir neçə? 780. Fikirlərimiz buradadırsa 13K eləməlidir 780. K elədi
780-ı 13-ə böləndə 60. Deməli, onda x bizdə 3 vur 60. 180-dır. Y bizdə 10 vur 60. 600'dür. Hansını soruşur? Böyük. Böyük 600'dür. 28. 500 manat idi paltonun qiyməti. Onun qiymətini 20% artırdıq. Tapaq onun 20%-ni. Elir 100 manat. Artırdıq 100 manat oldu 600 manat. Sonra isə 30% artırdıq. 600'ün neyini tapdıq? 30%-ni elədi. 180, 600 manatı da bu 180 manat qədər də artırdıq. Nə qədər oldu? 780. Vəssalam. Uşaqlar ki, deyir, çətindir. Amma görürsünüz ki, yazıram. Oxşara da fikir vermədən. Ki, oxşar deyil. 29. 600 manat idi. Deyir, 40% artırdıq. 600'ün 40%'ni tapdım. Elədi. 240. Artırdım bunu 240 manat. Oldu. 840. Sonra nə deyir orada 29'da? Sonra da 20% artırıblar. 840'ın 20%'ni tapdım. Elədi 168. Və bu 840'ı nə qədər artırdım? 168 qədər artırdım. Nə qədər elədi? 1800 manat. Hissə işlədik. Keçdik. 30. Aha. 30'da yazıblar ki, əvvəlcə qiyməti 8% azaltdıq. Sonra 4 dəfə azaltdıq. Neçə faiz azalma var? 100% idi. Neçə bu 30'dur da. 8% azaltdıq. Düşdü neçə faizə? 92%. Sonra 4 dəfə də azaltdıq. 92'ni də böldük 4'ə elədi. Artıq 23%deyik. Bir neçə faiz azalıb? Əvvəl 100 idi, indi 23'dür. Aradakı fərq deməli 77% azalıb. 31. Əgər aydındırsa fikirlər. %31'də deyir ki, malın qiymətini əvvəlcə 6% artırmışıq. Deməli 6% artırdıqsa 100 idi, üstünə gəldiyi 6 oldu 106%. Sonra 2 dəfə də artırmışıq. Bu 106% də vurduq nəyə? 2'yə elədi nə? 212%. Yaxşı. Malın qiyməti neçə faiz artıb? Əvvəl 100 idi, indi 212'dir. 212'dən neynədik? 100'ü çıxdıq, aldıq 112% artıb. Razı? Keçdik. 32 əgər aydındırsa uşaqlar. Bankdakı məbləğin 40%-ni, daha sonrası qalan məbləğin yenə 40%-ni götürdük. Neçə faiz qaldı? Qalan faiz düsturumuz var idi uşaqlar, yadınıza gəlirsə. 100 plus minus P1, 100 plus minus P2 bölü 100. İndi bayaq yazmışdıq. 2 dəfə faiz işlənib. Birinci 40%-ni götürdük. 100 çıx 40. Sonra yenə də 40%-ni götürdük. Yenə də 100 çıx 40 bölü 100. Soruşur ki, neçə faiz qalıb? 100'dən 40'a çıxdıq. 60 vur 60 böl 100. Neçə elədi? 36. Nəticə 36% qalıb. Keçdik. 33. Deyir 20% birinci azaltdıq. Yenə də qalan faizdən 20'sini çıxdın. Sonra 15% azaltdın. 15'in çıxdın. Böl 100. Qalan faiz buna bərabər. Bizdən soruşurlar ki, neçə faiz azalma olur? Bu oldu neçə? 80. Vur. 85 böl 100. Bunlar 20'ye ixtisar getsə, burada 5, burada 4. 85'i 5'e böləndə 17, 4'ə vuranda deməli, əvvəl 100%, indi neçə faizdir? 68%dir. Eləmi? Neyini azalıb? Nə qədər azalıb? 32% azalma var. Razıyıq? Razı. Keçdik. 34. Baxa görə 34'də nə deyir? 400 qram 25%'de düz məhlul var. Uşaqlar, 400 qramda 25%'dir. Bunun 25%'ni 15%'dir.
Tapaq bunun 15%-ni. Vururuq 15-ə, bölürük 100-ə. Nə qədər eləyir? 60 qram duz. Yerdə qalan 340 qramı nədir bunun? Su. Deyir, bunun üzərinə 25 qram duz əlavə elədik. 25 qram duz əlavə eləyən kimi nə baş verdi? Bu oldu 85 qram duz, amma su yerində qaldı da. 340 qram su. İndi soruşurlar ki, neçə faizli duz məhlulu alınıb? Omega faiz bərabər idi, yadınızdadırsa. Həll olan bölünən məhlul vur 100%. Eləmi? Nəticə, həll olan nədir bizdə? Duz 85. Məhlul nədir bunların cəmi? 425 vur 100. Bu ikisi də 25-ə ixtisar gedər. Burada qalar 4. Burada qalar 1, 17 səhv etmirəmsə. 17. 85 17-yə bölünəndə 5 vurduq 4-ə 20%-dir. 35 nömrəli misalda bunun oxşarıdır deyirəm. 500 qram 16%-li məhlulumuz var. 500-ün 16%-ni tapırıq uşaqlar. Eləyir 80 qram duz. Onda yerdə qalan 420 qram sudur. Deyir ki, bunların üzərinə 25 qram duz əlavə elədik. 25 qram duz əlavə elədirsə, oldu bu 105 qram duz. Amma 420 qram suyu da yerində qalıb. Deyir, bu məhlulun faizlə qatlığını tap. Omega bərabərdir. Həll olan nədir bizdə? Duz. Məhlul nə qədərdir? Bunların cəmi. 525 vur 100. 25-ə ixtisar gedir. Burada qalır 4, burada qalır 21. 105-i 21-ə böldük. 5-5-i də 4-ə vurduq. Burada da 20%. Razıyıq. Deməli uşaqlar, davamını indi növbəti videolarda çəkəcəyik. Dayandıra bilərik.